Hər vaxtınız xeyir olsun. Bugün sizlərlə biz 2-ci sinif kiçik summativ 4-ün izahına baxırıq. Deməli, bizdən nə istəyir? What is it? Bu nədir? Təbii ki, bu bir gəlincikdir. It's a doll. What is it? Bu nədir? It's a teddy bear. Oyuncaq ayıdır. Deməli, which toy is given in the sentence? Hansı oyuncaq cümlədə verilmişdir? My ball'un altından xətt çəkibdir. Ball da burada B variantındadır. Choose the color of the truck. Kamazın rəngini seçin deyir. Burada da rəngi red, qırmızıdır. Which animals can be white? Hansı heyvan ağ ola bilər? Baxıram, alligator %100 bilirəm ki, bu ağ ola bilməz. Bir də fox getdi. Burada düzgün cavabım a cat ola bilər, bir də a rabbit, ağ dovşan ola bilər, bir də ağ a cat pişik ola bilər. Burada bizdə verilibdir sözlər. O sözlərdən hərflər əksikdir. O hərfləri yerinə qoymalıyıq. Burada təbii olaraq gəlincikdir, doll. Burada kite, çərpələngdir. Burada ball, topdur. Truck, kamyondur, kamazdır. Toy, oyuncaqdır. Sonra burada tərcümə elə deyir. Burada çərpələng olacaq. Çərpələng yazacağıq qarşısına. Burada da gəlincik yazacağıq. 8-də də yenə bizdən translate istəyir, tərcümə istəyir. Rənglər are fun, əyləncəlidir. Sonra burada da bizdən düzgün cümləni istəyir. Cümləmizin sonunda sual işarəsi olmağına baxırıq. Deməli, burada is, it, is-itlə yerini dəyişəcək sualda. Yellow, is it yellow? Sual işarəsini də qoyuruq. Is it yellow? Aha. Sonra burada da 20 ballıq sualdır. Düzgün cavab verməliyik. Baxırıq nə deyir? Is it yo-yo? Bu yo-yodur. Təbii ki, yes, it is. Is it a truck? Truckdur. No, it is not. It is a ball.